Herkese salam, kanalıma hamınız xoş gəlmisiniz. Videolarımı sahurla başlamağı çox sevirəm. Səhərin səssizliyi məni çox xoşbəxt edir. Ümid edirəm ki, bunu da sizə ötürə bilirəm. Allah tutduğunuz orucları qəbul etsin. Bugün çox işim var. Təmizlik edəcəm, bayram təmizliyi. İstəyirəm ki, bütün pərdələri söküm, yuyulsun. Sonra isə onları səbur bir-bir assın. Sonra bütün şkafların içini bir-bir hamısını təmizləmək istəyirəm. Amma əvvəlcə istəyirəm ki, biraz makyaj edeyim və özümə gəlim. Arxa fonda yenə Adelimiz var. Və istəyirəm ki, bayram süfrəsini birlikdə quraq. Bunun üçün isə marketə getməliyəm. Səməni, qoz, fındıq, belə bayram məhsulları alacağım ki, süfrəmizi bəzəyə bilək. Həm də bu il Adelin ilk Novruz bayramı deyə çox həyəcanlıyam. Və sabahları ayın 20-sidir və Adelin 7 ayı tamam olur. Həm bayramdır, həm Adelin 7 ayı artıq tamam olur. Bu arada dəfələrlə istifadə etdiyim məhsulları göstərmişəm deyə, ona görə bir-bir yenə indi burada göstərmirəm. Sadəcə istədim ki, makyaj edərkən də birlikdə hazırlaşaq. Dodağım qış aylarında o qədər quruyur ki, mən də ona görə dodağımı pomadasız qoymuram. Məsələn, gördünüz, səhər duran kimi dodağım o qədər qurumuşdu ki, nəmləndirici üstünə öz dodağımın rəngində dodaq boyası keçirəm ki, qətiyyən ora belə qurumuş bir hal almasın. Yoxsa o saat qopardıram və qanıyır. Ondan sonra mənə çox incidir, amma o an qurumuşkən qopardıram deyə bir əlimdə pomada evdə gəzirəm ki, dodağım qurumasın. Və makyajımı da yekunlaşdırdım. Nəzə bu qədəri bəsdir. Onsuz bütün gün evdə olacağıq. Sadəcə özümü yaxşı hiss etmək üçün belə bir makyaj elədim. Bir də marketə gedirik. Bu arada çəkə bilsəm Adel ilə birlikdə market turumuzu, mini market turumuzu çəkəcəm. Amma çəkə bilməsəm də aldıqlarımı gəlib evdə göstərəcəm. Çünki Adel ilə tək gedəndə çəkmək çətin olur. Sırğa olaraq bu sırğaları taxacağım. Bunu Temu'dan almışam. 3 dənəsi.